Heç fikir vermisən ki, qırmızı dodaq boyasından hansı qadınlar istifadə edir? Ümumiyyətlə, qırmızı dodaq boyası dedikdə ağlına necə qadınlar gəlir? Mənim ağlıma özünə güvənən, inamlı, işgüzar qadınlar gəlir. Elə niyə məhz belə qadınlar ağlıma gəldiyini düşünməyə başlamışdım ki, deyəsən bu suala cavab tapdım. Bilmirəm, fikir vermisiniz ya yox, reklamlarda qırmızı dodaq boyasından istifadə edən qadınlar bayaq sadaladığım kimi özünə inamlı və işgüzar qadınlar olur. Araşdırmalarım sayəsində deyəsən bunun səbəbini tapdım. Amerikada 1912-ci ildə qadınlar seçki hüquqları yaransın deyə yürüyüş edirlər və bu yürüyüşlərdə adətən qadınlar qırmızı dodaq boyasından istifadə edirlər. Və həmin dövrdə kosmetika dünyasında olan Elizabeth Arden qadınlara bu yürüyüşlərdə qırmızı dodaq boyası verir və həmin yürüyüşlərdə qadınlar daha çox qırmızı dodaq boyasından istifadə etməyə başlayır və bununla da qırmızı dodaq boyası güclü və iradəli qadınların simvoluna çevrilir. Bəs sənin ağlına qırmızı dodaq boyası dedikdə necə qadınlar gəlir?